Bəli, hər şeyin bir sonu olduğu kimi bunun da bir sonu varmış. Bəli, bir müddət öncə bu kanalı açmışdım. Resprons kanalını. Mart ayının 30-u 2025-ci il. Aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, artıq dekabrdır. 7-8 ay müddətində bu kanalda mən videolar paylaşdım. 74 və bunun içində short videolar da var. Hardasa bir 60 video deyək. Bu da ay ərzində 5-6 video təxminən düşür. Bu ay müddət ərzində fikirlərimi yönəltdim bu kanala, əziyyət çəkdim. Sonuncu videom bir ay öncə paylaşdığım videodur və o videoda 51 baxış, 37, 42, yəni çox az baxışlar aldı. Düzdür, 154 abunəmiz oldu. Çox sağ olun, hər birinizə təşəkkür eləyirəm. Bu abunənin 54 nəfəri tanış, biliş olsa da 100 nəfəri kənardan tanımadığım tamamilə izləyicilər olduğunu bilirəm və bunun üçün də hamınıza təşəkkür eləyirəm, izlədiniz, təşəkkür edirəm. Bəli, nə etmək olardı ki, yəni ki, bu qədər əziyyətdən sonra bu kanalın yüksəlməməsi, bu oyun videoları, əyləncə videolarına tələbatın az olması, yəni bizlik bir şey deyil. Yəni hər şeyin bir sonu olduğu kimi bunun da bir sonu olmağını qəbul edirəm və qarşıda olan yoluma davam etməyə çalışacağam. Yəni konkret olaraq onu deyim ki, üzülmürəm, kədərlənmirəm. Üzüldüyüm bir mövzu odur ki, yəni bu sevdiyim bir iş idi, əyləncəli bilirdim bu işi, özüm əylənirdim, çalışırdım ki, sizlərdən bir yerdə əylənək, yeni oyunlar oynayaq, bir yerdə əylənək. Belə ki, bir yerdə qırılma baş verdi. Nə oldu, necə oldu, bilmirəm, açığı bilmirəm. Yəni izləyici gəlmədi, izləyici sayı olmadı, rank qalxmadı. Yəni bu da pis nöqtə deyildi. İnsanlar illərdir əziyyətlər çəkir. Yəni hər hansı bir video içərik çıxarmağa çalışırlar. Yəni biz də çalışdığımız qədər əlimizdən gələni elədik, çıxartdıq, belə bir videolar çəkdik, çıxartdıq. Amma bir yerdən sonra qırılma nöqtəsi baş verir. Bir şey deyim ki, baxdığımız videoların ən çox baxışı 886, 515. Yəni ən çox baxış videoları PUBG Mobile-dən gəlirdi. Digər simulyasiya oyunlarına elə çox maraq olmurdu, elə çox baxış gəlmir. Yəni çox az belə baxış gəlir də. Ona görə də oyunu yükünü verdim. Videonun yükünü verdim PUBG Mobile videolar çəkməyə. Bildiyiniz kimi kompüter oyunçularının bir çox bilir ki, bu GameLoop emulatorda bir problem var. Yəni oyun kasmaları, gecikmələri, yəni sistem nə qədər güclü olur olsun fərq eləmir. Yəni bunun sisteminə heç bir dəxlisi yoxdur. Bu oyun mobil telefonlar üçün nəzərdə tutulub. Bu GameLoop emulator proqramı olduğu üçün də kompüterə uyğunlaşdırmağa çalışırlar. Bu da yaxşı uyğunlaşa bilmir. Yəni ona görə də daxil olan PUBG Mobile-ə, yəni oyun kasmaları, bu gün eşitdim ki, emulatorda bir sıra yeniləmələr baş verəcək. Yəni yeni bir emulator sistemi gətirir GameLoop. Bir çox problemlər həll olacaq deyirlər, amma bilmirəm. Düzələcək, düzəlməyəcək. Yəni konkret onu deyim ki, düzəlib düzəlməyəcəyini dəqiq bilmirəm. Düzəlsə də, düzəlməsə də çox elə fərq eləmir. PUBG Mobile onsuz da onu deyim ki, öz sonunu hazırlayır. Bəlkə də bu gedişdən bir çox oyunçular PUBG Mobile oyununu tərk edəcək, başqa oyunlara yönələcək və başqa içəriklər. Artıq gördüyünüz kimi əvvəlki maraq qalmayıb PUBG Mobile-a. Oyunun keyfiyyəti, nə bilim, bir çox səbəblərdən bu özünü əks etdirir. Oyuna həddən artıq ev, nə bilim, PUBG, əlavə funksiyalar yüklədilər. Oyunun gözəlliyini itirdilər. Yəni o oyunu tapma müddəti, oyunun bir gözəl müddəti var idi. Tez tapırdı oyunu. Oyunçuların çox olduğu müddət var idi. Əyləncəli keçdi. O getdi. İndi botlar, zadlar, PUBG oynayanlar yaxşı bilir. Digər oyunlara qaldıqda, digər oyunlar oynayıram, amma onlara baxış azdır. Başqa bir statistikadan da həqiqətən də görürəm ki, bunlara baxış azdır. Bax, bunun ikinci bölümünü çəkdik, üçüncü davam bölümü qismət olmadı. Bu oyunda bax belə getdi, belə getdi. Yəni konkret bilsiz nə var? Bu oyunla, bu YouTube-dan sağollaşmaq qərarına gəldim. Artıq sıxıcı gəldi. İzləyicilərdir, bilirsiniz ki, oyunu gözəlləşdirən, oyuna rəh qatan sizdən, izləyicilərimdən heç bir çox elə baxış gəlmədiyi üçün həvəsdən düşdüm. Konkret olaraq qurduğum bu sistem, gördüyünüz hər şey, bunları artıq əldən çıxardıram, bunlardan qurtarıram, YouTube-dan qurtarıram. Sabah inşallah bu mənim kanalımda sonuncu videodur. Ola bilsin bu kanalı da sildim, ola bilsin qaldı bu kanal. Bilmirəm, YouTube-dan sağollaşıram. Qaldı, qalmadı, nəyə görə deyirəm? Deyirəm ola bilər partlayar video, çox baxış
gələr. Yəni çox baxış gələr deyəndə insanın əlində olmayan şeylər var da. Yəni mənim qabağıma bir video çıxar, baxaram, izləyirəm, əyləncəli deyərəm, gülərəm. Ha, onu izləyirəm həmişə izləyicisi olaram. Amma YouTube-un belə bir alqoritması var ki, sənin qabağına çıxarmasa, sən ona baxmayasın. Səhifən gələr, ana səhifəyə daxil olanda, YouTube-un ana səhifəsinə daxil olanda sənin birinci yüklədiyin video gələr. Bax bu YouTube-un alqoritmasıdır. Hardasa bir video 32 dəqiqə çəkilməsi üçün təsəvvür elə 1-32 dəqiqədə vaxt lazımdır. Ön hazırlıq YouTube videolar çəkənlər bilir, 32 dəqiqə olur 1 saat. Onun montajı, əziyyəti hardasa bir 5-6 saatda o rahat adam vaxtını aparır. Yəni günə 7-8 saat zaman xərcləyirsən bugünkü dövrdə və baxış yoxdur, həvəs qalmır. Bilirsiniz ki, bu işlər də həvəssiz olmur. Yəni sırf mən onu demirəm ki, pul qazanmaq, yəni həvəs ola, izləyici ola, baxış ola. Baxdım ki, bir yerə qədərdir, bura qədərdir. Nə etmək olar? Heç bir şey etmək olmaz. Sadəcə sağollaşıb başqa sektorda özünü inkişaf elətdirib davam etdirmək. Bəlkə nə vaxtsa başqa bir kanalımda var, o heç də. Ora başqa videolar atıram. O ayda, ildə bir dəfə videolar ataram, atmaram. O heç. Qalsın bir kənarda. İndi isə bu oyun əyləncə kanalımdan danışıram. Oyuna artıq ehtiyac yox. Əlavə şeylər. Artıq bunların hamısından qurtulmanın zamanı gəlib. Bunlar artıq mənə yük kimi gəlir. Bir zamanı sevinə-sevinə aldığım bütün bu avadanlıqlar, əşyalar indi kədərlənsəm də sevinsəm də məcbur bunlardan qurtulmalıyam. Qurtulmaq kimi görürəm. Niyə görürəm qurtulmaq kimi? Çünki artıq istifadə eləmirəm. Artıq bu otağa daxil olmuram, girmirəm, video çəkmirəm, həvəssiz, baxış yox. Elə bir bildiriş gələn kimi daxil olub baxırdım bildirişlərə. İndi yoxdur. Bax, axırıncı videodur. Bu videomuza tanımadığımız insanlardan şəhərlər gəlib, gözəl şəhərlər. Yəni çox gözəl alınıb. Buna bir sözüm yoxdur. Burada da baba gəlir, çıxır 108 bəyəm. Amma o deyil. Uzatmıram. Yəni konkret onu deyim ki, sağ olun, özünüzə yaxşı baxın, məmnun oldum sizi tanıdığım üçün, kanalı tanıdığım üçün burada bir nəsə eləməyə çalışdım, əziyyət çəkdim. Çox sağ olun ki, siz də məni izlədiniz, dəstək oldunuz. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bir də fikirləşirəm ki, sabah 4-ə, 5-ə, 6-ya kimi vaxtım olar da bəzi səbəblərdən. Əgər 4-ə, 5-ə kimi bu video partlasa yox, trendlərə düşsə, o zaman fikirlərim dəyişir və YouTube-a davam edə bilərəm. Amma ki, yox, partlayış olmasa, heç bir şey olmasa, konkret qurtarıram. Bax bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Əlvida.